Dəyərli izləyicilərimiz, sizlər üçün bugün Masazır qəsəbəsində Məmməd Əmin Rəsulzadə küçəsində çox ideal bir ərazidə 4 otaqlı evimizin təqdimatını edəcəm. Həyətyan sahəsi kifayət qədər geniş, rahatlıq 3 avtomobil sığa biləcək bir həyətyan sahəsi. Axırda göstərəcəm sizlər üçün. Evimizin giriş dəhliz hissəsində tavanında LED, sport LED işıqlar, belə bir pilləkən hissəmiz var. Bu arada birinci və ikinci mərtəbələrimiz tam olaraq monolit beton və birinci mərtəbəmiz isti döşəmə təchizatlı çox geniş bir qonaq otağı var, dəyərli izləyicilərimiz. Burada yerləşir evimizin mətbəx hissəsi. Eynilə burada genişdir. Sanuzer hissəmizi göstərim sizlər üçün. Baxın, belə bir sanuzer hissəmiz və buradan da evin zirzəmi hissəsinə keçmək üçün yer istipolunda kollektor burada yerləşdirilib. Sizlər üçün evimizin zirzəmi hissəsini göstərim. Baxın, belə bir qupquru bir, demək olar bütün otaqların altını əhatə edən zirzəmi hissəsi, dəyərli izləyicilərimiz. Baxın, hamısını detallı şəkildə sizlər üçün göstərim. Tam olaraq da qanuni birinci və ikinci mərtəbələri monolit betondan ibarət və qalxaq evimizin ikinci mərtəbəsi ilə sizləri yaxından tanış edim. Dəyərli izləyicilərimiz, evimizin ikinci mərtəbəmizə qalxmaq üçün pilləkənləri gördüyünüz kimi üstə tam olaraq bağlanıb ki, yeni sahibinə təmiz bir şəkildə təhvil verilsin. Paket kupçalı bir evdir. İpotekaya yararlı, yerləşmə yeri həqiqətən də çox idealdır. Niyə? Çünki yaxınlığında hər bir yaşayış obyekti var. Aptek, market, gözəllik salonu, qəssabxana. Yəni bu ərazidə demək olar ki, satışda az sayda evimiz qalıb. Bax, belə bir yataq otağımız geniş, 2 geniş və səliqəli yataq otağımız kondisionerin xəttinə kimi hər bir şey seçilir və 2 eyvana çıxışlı yataq. Bir bu yataq otağı, bu da sonuncu eyvana çıxışlı yataq otağımız. Baxın, evimizin belə bir həyətyan sahəsi və tikintinin sonunda da 360 dərəcə kəmərinə kimi hər bir şey atılıb və keçsə də evimizin həyətyanı sahəsinə. Son olaraq dəyərli izləyicilərimiz, evimizin həyətyanı sahəsinə, evimizin çöl fasad görüntüsünü görə bilərsiniz. Həyətyanı sahəsi videonun başlanğıcında dediyim kimi rahatla 3 avtomobil sığa biləcək bir həyətyanı sahəmiz. Bundan da trapımız, mərkəzi kanalizasiya sistemi, suyu qaz işığı da hər bir şey öz qaydasındadır. Burada da belə bir alan var ki, rahatla dipçəkdə güllərinizi falan səliqəli bir şəkildə yerləşdirə bilərsiniz. Evlə bağlı kiminlə sual olsa səhifəmdə olan 074 47 17 14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bizi izlədiyiniz üçün çox sağ olun.